Masazır dairəsi yaxınlığında Heydər Əliyev parkına ayaqla 10 dəqiqəlik məsafədə 75 kvadrat metrdən ibarət qanuni 2 otaqdan 3 otağa düzəlmə, ideal təmirli mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Təqdimata başladıq mənzilimizin əsas giriş qapısından. Belə bir gözəl geniş dəhliz hissəsi var. Giriş qapısı burada yerləşir. Qiymət möhtəşəm bir qiymətdir. Sənəd kupça əldə. Dövlət ipotekasına tam yararlı. Girişdə sağda belə bir sanuzel qovşağımızdır. Bütün aksesuarlarla da təchiz olunub. Metlaq gördüyümüz hissələr hər biri isti döşəmədir. Çox ideal təmirli mənzildir. Super təmir olunub, bahalı materiallarla. Bu hissədə mətbəximizdir. Mətbəx tam qanuni öz yerində. Mətbəx mebeli ilə də təchiz olunub. Mətbəxdən eyvana çıxış var. Binanın gözəl həyət hissəsi var. Burada eyvanımızdır, görürsünüz. Binanın həyətidir, qəşəng, geniş həyət hissəsi var. Rahatlıqla avtomobil saxlaya bilirsiniz. Sənəd kupçadır, 75 kvadrat. Qanuni 2 otaqdan 3 otağa düzəlib. Davam edirik. Mənzilin digər otaqları ilə bu hissədə. Geniş ölçüdə yataq otağı, görürsünüz otaq ölçüsü də. Təmir də qeyd etdiyim kimi çox gözəl, zövqlü, əla təmir olunub. Yerləşmə yeri Masazır dairəsi yaxınlığında, Abşeron İcra Hakimiyyəti yaxınlığında, bir saylı məktəbə yaxın Heydər Əliyev parkına ayaqla 10 dəqiqəlik məsafədə. Yəni çox əlverişli bir ərazidə yerləşir. Bu hissədə yerləşir mənzilimizin qonaq otağı. Baxırsınız, belə bir gözəl şəkildə qonaq otağımızdır. TV stentinə qədər, pərdə lüstrasına qədər hər biri quraşdırılıb. Zövqlü şəkildə ideal bir formada. Sənəd kupçadır, bir daha qeyd edirəm. Dövlət ipotekasına yararlıdır. 75 kvadrat metrdən ibarətdir. Və son olaraq daha bir otağımız var. Kiçik ölçüdə detski otağımız. Bu otağı sizlərə təqdim edirəm. Gördüyünüz kimi. Dəyərli izləyicilər, mənzilin satış qiyməti videonun açıqlama bölməsində qeyd olunub. Buyurub baxa bilərsiniz. Tam olaraq ətraflı məlumat almaq üçün açıqlama bölməsində nömrələrimiz var. Səhifənin bio hissəsində nömrələrimiz var. Buyurub əlaqə saxlaya bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Dəyərli izləyicilər, bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.